Niyyət. Xiftən namaz qılıram, iqtidai piş namaz, qürbətən ilallah. Allahu Ekber. الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم إنا أعطيناك الكوثر فصل لربك وانحر إن شانئك هو الأبتر. الله أكبر. ركوع. سبحان ربي العظيم وبحمده سبحان الله. الله أكبر. سجدة. سبحان ربي الأعلى وبحمده سبحان الله. الله أكبر. سجدة. سبحان ربي الأعلى وبحمده سبحان الله. الله أكبر. بحول الله. بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين يا رب برحمتك يا أرحم الراحمين. الله أكبر. ركوع. سبحان ربي العظيم وبحمده. الله أكبر. سجدة. سبحان ربي الأعلى وبحمده سبحان الله. الله أكبر. بحول الله الرحمن الرحيم الحمد لله رب العالمين والعاقبة للمتقين والصلاة والسلام على سيدنا ونبينا وطبيب قلوبنا وشفيع ذنوبنا أبا القاسم محمد صلى الله عليه وسلم يوم الدين. أما بعد قال الله تبارك وتعالى في كتابه الكريم بسم الله الرحمن الرحيم وما أدراك ما ليلة القدر. Allah'ın salamı, rəhməti, bərəkəti hər birinizin üzərinə olsun. İnşallah məlumunuzdur ki, artıq Ramazan ayının son günlərini yaşayırıq. İkinci əhyamızdır, bəlkə də üçüncü əhyamızdır, dördüncü əhyamızdır. Yəni Ramazanın son 10 gecəsi elə əhya gecələridir və bu əhya gecələri barəsində də Qur'an-ı Kərimdə Qədr surəsində xüsusi bir surə bu Qədr gecələri barəsində nazil olmuşdur. Hər dəfə Qədr gecələrində biz bu mövzuya toxunuruq və o surədə ayələrdən biri budur ki və mə ədraka ma leylətul qadr. Yəni ya Peyğəmbər, sən nə bilirsən? Sən hardan bilirsən ki Qədr gecəsi nədir? Əgər Qur'an aləmlərə rəhmət olan sonuncu Peyğəmbərimizə nazil olubsa və Allah Teala Qur'an-ı Kərimdə Qədr surəsində Peyğəmbərə buyurur ki sən nə bilirsən, sən hardan bilərsən Qədr gecəsi nədir? İndi bizim halımız necədir Qədr gecəsi ilə bağlı? Sən nə bilirsən, sən hardan biləsən? Demək biz də hələ bilmirik, biz də hələ hardan bilək? Biz də hələ dərk eləmirik. Bu gecə idrak, dərk etmə, başa düşmə, mərifət gecəsidir. Bu gecə bilmək, anlamaq, başa düşmək gecəsidir. Bu gecə rəhmət, bərəkət, məğfirət gecəsidir. Bu gecə əf gecəsidir, bu gecə bağışlanmaq gecəsidir. Bu gecə Qur'anın nazil olduğu gecədir. Bu gecə həm də ümid gecəsidir. İnsan ümidin bağlayıb bu gecəyə. İnşallah Allah Teala bu gecənin ehtiramına buyurur ki,
bəndən məndən nə istəsə, onun dualarını qəbul edərəm. Bu gecə zikr gecəsidir, bu gecə dua gecəsidir. Bu gecə dirilik gecəsidir, əhya ki dirilik. Yəni insan sanki yatıb, bax bu gecədə oya qalmaqla dirilir, ruhun dirilir, mənəviyyatın dirilir, fitrətin dirilir. Bu gecə əhya gecəsidir, bu gecə qədr gecəsidir. Yəni insanın ruhuna, cisminə həyat verən bir gecədir. Bu gecə həm qədr gecəsidir, həm qədər gecəsidir. Bu gecə bəraət gecəsidir. İnsanın bəraət əldə etmə gecəsidir. Bu gecə insan əhya saxlamaqla, qədr gecəsini yaşamaqla özünün əbd olmağını, özünün bəndə olmağını ortaya qoyur. Öz bəndə olmağını sübut etdiyi bir gecədir, ispat etdiyi bir gecədir. Bu gecə həm də şükraniyyət gecəsidir, həmd gecəsidir. Bu gecə ruzilər verilən gecədir, bu gecə insanın qisməti yazılan bir gecədir. Bu gecə insanın oyanış gecəsidir. Bu gecə insanın özünə qayıdış gecəsidir, bu gecə insanın özünü tanıma gecəsidir. Bu gecə Qur'an gecəsidir, bu gecə həm də Əli əleyhissalam gecəsidir. Bu gecə Əli əleyhissalamın şəhidlik zirvəsinə ucaldığı gecədir. Bu gecə Əli əleyhissalamın nicat tapdığı gecədir. Həzrət Əleyhissalam necə buyurur? Fuztu və Rabbul Kəbə, and olsun Kəbənin Allahına ki, Rəbbinə ki, mən nicat tapdım. Bu gecə insanın nicat tapdığı bir gecədir. Bu gecə Həzrət Əli əleyhissalamın oğlu Həsənə, İmam Hüseynə vəsiyyət etdiyi gecədir. Bu gecə həm də yetimlərin yetim qaldığı gecədir. Oruç tutanlar başa düşürlər, dərk edirlər, anlayırlar. Allah Teala onlara Ramazan ayını yaşamaqla, oruç tutmaqla hansı əvəz olunmaz bir neməti verib. Elə bir nemət verib ki, o neməti heç bir şeylə əvəz etmək, onu heç bir maddi bir şeylə onun müqabilində onu göstərmək olmaz. Çünki buyurur ki, Ramazan mənim ayımdır, oruc mənim üçündür, orucun əcrini, mükafatını mən verəcəm. Və orucluq, oruçdan insan ilahi, mənəvi ziyafət süfrəsinə dəvət olunur. Elə bir süfrə bizə açılıbdır ki, ilahi tərəfindən, Allah tərəfindən. Biz bəlkə o qədər onu dərk edə bilməmişik, tanıya bilməmişik, görə bilmirik, anlaya bilmirik, başa düşə bilmirik. Amma bir şey həqiqətdir ki, Ramazan necə bir əvəz olunmaz neymətdir, o süfrə əvəz olunmaz neymətdir, artıq o süfrədən, o ilahi ziyafət süfrəsindən vidalaşmağa sayılı günlər qalıb. Artıq sayılı günlər qalıb. 8, 9, 10 gün. Biz nə qədər onun qədrini bildik, nə qədər onun qiymətini verə bildik, dəyərini bildik. Deyir, Ramazanda oruçdan insan elə oruç tutmalıdır ki, elə yaşamalıdır ki, sonradan Ramazandan sonra bir qədər Ramazana baxanda, yəni Şəvval ayında, Ramazandan sonraki ayda deməsin, ey kaş, gələ Ramazanda bu işi görəydim, bunu edəydim, bu əməli edəydim, bu duanı edəydim, bu namazı qılaydım, bu yaxşılığı edəydim, bu ehsanı verəydim, bu salih əməli edəydim. O gün cümə günü də qeyd elədim. Əli əleyhissalam buyurur ki, Ramazanda iki şeyə xüsusi diqqət edin. Bir, dualara xüsusi diqqət edin. Bir də ki, tövbələrə. Dualar sizi bəlalardan qoruyar, hifz eləyər. Tövbələr isə sizin bağışlanmağınıza bir vəsilə olar. Odur Qədr gecəsini, bu gecələr bir neçə saat biz burada əsas, yəni cəmaatla bir yerdə o dini ayinləri yerinə yetirəcəyik. İndi əhya namazı qılınacaq 2 rükət, daha sonra 2 Allahlar deyiləcək və bundan sonra bir neçə dua-i təvəssül, müəyyən dualar oxunacaq, sonra insanlar fərdi şəkildə öz ibadətlərini yerinə yetirəcəklər. Odur, bu gecənin saatlarını, dəqiqələrini qənimət bilin, fürsət bilin. Bu gecə məşhurdur, bu söz ki, aşiq ilə məşuqun görüş gecəsidir.
Bəndə ilə Allah arasında olan bütün pərdələr bu gecə götürülür. Artıq bu gecə sən, necə Ramazanda insan istədiyi şeylərə yox deyir. Ramazanda əsas məsələlərdən biri nədir? İnsan istədiyi şeylərə, sevdiyi şeylərə yox deməyi bacarmaq. Bax, bu gecədə də insan yuxusuna yox deyə bilirsə, o şirin yuxusuna yox deyə bilirsə, demək, o insanın bəndəliyinin bariz nümunəsidir. Və bu gecə maneələr götürülür. Bu gecə həmən gecədir ki, Allah Teala Quran-ı Kərimdə nə buyurur? Buyurur ki, və izə səaləkə ibadi ənni fə inni qəribun. Bəndələrim məni səndən soruşanda, deyilən ki, mən onlara yaxınam. Bu yaxınlıq gecəsi budur. O bu gecədə insan bir qədər özünü yığa, cəm eləyə, ruh aləmi ilə, cism aləmini, fitrəti ilə, zahirini uyğunlaşdıra bilər, dərk eləyə bilər, görəcək ki, nə qədər Allaha yaxındır, nə qədər Allah ona yaxındır. Ucibu dəvətə da'i izə də'ani. Dedik, bu gecə dualar gecədir. Allah da buyurur ki, mən cavab verərəm, dəvətini qəbul eləyərəm, duasını qəbul eləyərəm, məni çağıranı, məndən istəyənin duasını qəbul eləyərəm. فَلْيَسْتَجِبُوا لِي وَلِيُؤْمِنُوا بِهِ. Məni çağırın, məndən istəyin, mən sizin dualarınıza cavab verim və mənə iman gətirin. لَعَلَّهُمْ يُرْشَدُونَ. Bax, bu gecə insan dua etməklə o nicat tapır. Duası qəbul olur. Bir hal tapır, bir ruhi, mənəvi bir hal tapır. Bizim dünyaya baxışımız bugün şəhidlik zirvəsinə ucalmış Həzrət Əli Əleyhisselam, Mövla Müttəqiyyən Əleyhisselamın, Əmir Əl-Müminin Əli Əleyhisselamın dünyaya ilə baxışında fərq o qədər məsafəlidir ki, biz elə hey dünyanın dalıca qaçırıq. Və dünyanı əldə etmək üçün nə qədər əzab əziyyət çəkirik, özümüzü işgəncə veririk ki, dünyanı əldə edək, dünyadan heç olmasa nələrsə əldə edək. Min cür əzab əziyyətə qatlanırıq, min cür əzab əziyyətdən keçirik. Biz dünyanın dalıca qaçırıq, dünya bizdən qaçır. Amma bugünün şəhidi, Əmir Əl-Müminin, Əli Əleyhisselamda isə tam əksinədir. Əli Əleyhisselam dünyadan qaçır, dünya onun dalıca qaçır. Və sonda Əli Əleyhisselamın dünyaya dediyi o məşhur söz ki var, dünyaya deyir ki, Əli Əleyhisselam, sənin mənim yanımda qiymətin, keçinin ağzından axan su, dəvənin ağzından axan o su qədər mənim yanımda qiymətin yoxdur, dəyərin yoxdur. Biz dedik, dünyanın dalıcı qaçırıq, dünya Əli Əleyhisselamın dalıcı qaçır. Dünya 3 dəfə Əli Əleyhisselama elçi düşüb. Bunun məntiqi var da, fəlsəfəsi, hikməti var. 3 dəfə ona elçi düşüb, Həzrət Əleyhisselam 3 dəfə o dünyaya təlaq veribdir. Deyir, insan bir qadına 3 dəfə təlaq verərsə, 4-cü dəfə o qadın ona nə deyir? Haramdır. Əli Əleyhisselam 3 dəfə təlaq verməklə dünyanı özünə haram bildi. Bu gecə həm də tövbə, istiğfar, məğfirət gecəsidir ki, İnşallah dualarımızda bizdən dua istəyənlər, onlar üçün dua edərik. Və insan dua edərkən çox tövsiyə olunubdur ki, bir yerdə istisnadır ki, insan dua edərkən birinci öz üçün dua edər, sonra valideynlər üçün. O da haçandır, insan gərək birinci istiğfar eləsin, tövbə eləsin, özünün bağışlanmağını istəsin, təmiz olduqdan sonra valideynləri üçün dua edər. Amma digər bütün məqamlarda buyurur ki, dua edəndə birinci başqaları üçün. O insanlar ki, sizdən iltiması dua istəyirlər, onlar üçün dua edin. Dedik, və mə ədraka mə leylətul qədr. Qədr gecəsini dərk eləmək çox çətindir. Çox çətindir, çünki zaman-zaman biz baxırıq ki, alimlər, yazarlar, təfsirçilər bunun haqqında yazılar yazıblar, kitablar yazıblar. Amma hələ tam Qədir gecəsi nədir, onu dərk eləmək mümkün olmayıb. Nədir bu gecənin hikməti, nədir bu gecənin sirri, nədir bu gecənin fəlsəfəsi ki, insanlar gecə yuxularına haram qatıb
Allahın evinə gəliblər, Allahla görüşə gəliblər. Dedi ki, bu gecə həm də tövbə gecəsidir. Bu gecə əf gecəsidir, bu gecə bağışlanmaq gecəsidir. Ayətullah Muhammed Baqir məclisi belə bir söz deyir. Deyir ki, insan bir məclisdə oturarsa, bir yerdədirsə, birdən-birə onun yadına onun etdiyi günahlar düşər. Məsələn, 5 il bundan qabaq, 10 gün bundan qabaq, 10 il bundan qabaq, 20 il bundan qabaq hər hansı bir günah edib. O günah onun yadına düşər, etdiyi günah onun yadına düşər. Deyir, əgər onun yadına düşübsə, bu ona bir ilahi nemətdir. Bir siqnaldır, bir fürsətdir ki, yadına düşdü. Və bu fürsəti dərhal dəyərləndirsin, nə eləsin? Tövbə eləsin, desin ki, Əstəğfirullah və ətubu iləyh. Allahdan bağışlanmaq və tövbəsinin qəbul olunmasını istəsin. Bir nəfər Mövla-i Müttəqən İmam Əli əleyhissalamın yanına gəlir. Deyir, ya Ali, mən uzaq yol gəlmişəm. Uzaq yol gəlmişəm, sənə 4 dənə sualım var. Həzrət Əleyhisselam buyurur ki, istəyirsən 40 dənə sual soruş. Yeganə şəxs tarixdə Əleyhisselam olub ki, deyib ki, nə qədər sizin aranızdayam, nə qədər mən sizi tərk eləməmişəm, məndən soruşun. Cümə günü də dedim, mən göyün yollarını, yerin yollarından daha yaxşı bilirəm. Həmən şəxs deyir ki, ya Əli, vacib nədir, vacibdən vacib nədir? Yaxın nədir, yaxından yaxın nədir? Təəccüblü nədir, təəccüblüdən təəccüblü nədir? Çətin nədir, çətindən çətin nədir? Əli əleyhissalam heç fikirləşmədən, düşünmədən, elə həmən o şəxsin cavabında deyir ki, deyirsən ki, vacib nədir? Vacib olan tövbədir. Bəs vacibdən vacib nədir? Deyir, vacibdən vacib, yəni tövbədən vacib günahı etməməkdir. Hər bir insanın özünə görə gizli bir dünyası var, sirli bir dünyası var. Özü bilir Allahı ilə. Allahın adlarından biri nədir? Səttarlıyı. O necə gündüzü gecə ilə örtür, gecəni gündüzlə örtür. Evləri gizlədir, günahları gizlədir, biri digərimizin üzünə açmır, gizli saxlayır ki, insan tövbə edə, bağışlanmaq istəyir. Deyir, vacib tövbədir, tövbədən vacib günahı etməməkdir. O ki, deyirsən ki, yaxın nədir, yaxından yaxın nədir? Deyir, yaxın qiyamətdir, qiyamət yaxındır. Amma qiyamətdən yaxın insana ölümdür. Yəni, ölüm qiyamətdən yaxındır. Biz hələ düşünə bilmirik, dərk elə bilmirik, fərqinə vara bilmirik ki, bu ölüm gəlib bir gün bizim də qapımızı döyəcək. Elə hey düşünürük ki, filan ata rəhmətə getdi, baba rəhmətə getdi, qohum rəhmətə getdi, qonşu rəhmətə getdi, dost, iş yoldaşı hələ çatmır bizə. İnsan sanki onu qəbullamaq istəmir ki, ölüm gəlib bir gün onun da qapısını döyəcək. Və növbəti sual deyir ki, təəccüblü nədir? Təəccüblüdən təəccüblü nədir? Həzrət Əleyhisselam buyurur ki, təəccüblü dünyadır. Bayaq dedim, dünyaya bağlılıq məsələsi. Amma ondan da təəccüblü, yəni təəccüblüdən də təəccüblü insanın bu fani dünyaya bağlanmasıdır. O şair necə deyir? Deyir, bu dünya fanidir, fani, bu dünyada qalan hanı? Davud oğlu Süleymanı təxt üstündən salan dünya, yalan dünya, yalan dünya, bizi dərdə salan dünyadır. Dünya belədir. İnsan fikirləşir, ölməyəcək, ölüm ona aid deyil və elə düşür bu dünyanın peşində, bu dünyanın dalıca. Və növbəti sual, 4-cü sual, çətin nədir? Çətindən çətin nədir? Həzrət Əli əleyhissalam buyurur ki, ən çətin qəbr evidir.
İnsan dünyasını dəyişəndə birinci gün ki, qəbr evinə gedir, o qəbr evinə getdiyi gün ən çətin gündür. Amma ondan da çətin o qəbr evinə əməlsiz getməkdir. İnsan bir ömür yaşadı, 30, 40, 50, 60, 70. Bugün bir yaşlı kişi mənim yanıma gəlmişdi. Hərdən gəlir söhbətə. Övladları var. Soruşdum, neçə yaşın var? Dedi, 90 yaşın var. Amma elə bir vəziyyətdə idi ki, elə bir çətin vəziyyətdə, elə bir sıxıntı vəziyyətdədir ki, insan baxır özünə deyir ki, insanın dəyəri nədir, qiyməti nədir? Övlad böyüt, oğul böyüt, qız böyüt, əzab əziyyət çək, gecə oyaq qal, yatma və sonda gəl onun bunun qapısını döy. Həzrət Əli əleyhissalamın dünyaya baxışı, insanlığa baxışı, ədalətə baxışı tamam fərqli idi, tamam fərqli. Bir yerdə rastınıza gəlir, eşitmiş olarsınız. Əli əleyhissalam nə buyuruyor? Deyir, əgər bütün dünyanı mənə versələr və bunun qarşılığında mənə deyərlər ki, qarışqanın ağzında olan o arpa dənəsini, parasını, parçasını o qarışqadan al, mən o zülmü onu eləmərəm, onu almaram, onu etmərəm. Qarışqaya o zülmü eləmərəm. Nədir ki, bir qarışqadır, biz heç fərqinə varmırıq, ayağımızın altında, evdə nə qədər o qarışqadan öldürürük. Əli əleyhissalam görür hara, bizim düşüncəmizi, təfəkkürümüzü hara aparır. Deyir, bütün dünyanı mənə verələr, bütün dünyanı. Amma bir qarışqaya zülm etmək, hətta onun ağzında olan o yem, o arpa dənəsini belə ondan alıb ona zülm etmərəm. Bu əlinin yanaşmasıdır. Çünki əli hardadırsa, haqq oradadır. Əli hardadırsa, ədalət oradadır. Haqq əlidir, ədalət əlidir. İlk iman gətirən əlidir. İmamın özü əlidir. Fatih əlidir. Fatimə əlidir. Həsən əlidir. Hüseyin əlidir. Muhammed əlidir. Bədrin Fatihi əlidir. Xeybərin Fatihi əlidir. Xəndəyin Fatihi əlidir. Uhud əlidir. Hüneyn əlidir. Elmin qapısı əlidir. Nəhcül bəlağa əlidir. Vilayət əlidir. Tohid əlidir. Əsədullah əlidir. Kəbədə bütləri sındıran əlidir. Kəbədə dünyaya gələn əlidir. Bu gecə Küfədə şəhadət məqamına yetişən çatan Həzrət Əli əleyhissalamdır. Bax, bu gecə həm ümmət yetim qaldı, bayaq qeyd elədim, həm yetimlər yetim qaldı. Çünki Əli yetimlər atası idi. Allahdan istəyimiz, arzumuz bu olsun ki, Allah Teala bizi Qur'an və Əhl-i Beytdən ayrı salmasın inşallah. Allah sizləri var eləsin, Allah sizləri hifz eləsin. İltiması dua istəyiblər xəstələr üçün. Xəstələrin şəfa tapmasına Muhammed Ali Muhammedə sələvat edəyələr. Nəzərdə olan xəstələr var. Bir xanım neçə vaxtı xəstədir, sizlər də dua eləmişsiniz, xərçəng xəstəsidir və onun kimi bir çox xəstələrimiz var. Adları yadımda qalmayıb, deyiblər, hacı dua eləyəsiniz. Yəqin sizlərə də kimlərsə deyib ki, onlar üçün dua edəsiniz. Bütün xəstələri niyyət edək, bu gecənin hörmətinə Allah Teala onlara şəfa versin. O niyyətə Muhammed Ali Muhammedə sələvat edəyələr. Biz bu günün şəhidindən danışdıq, Əli əleyhissalamdan danışdıq. Əli əleyhissalam özü şəhiddir, 10 şəhidin atasıdır, babasıdır. Şəhidlərimizi yad edək. 1-ci Qarabağ müharibə, 2-ci Qarabağ müharibəsi, antiterrorda şəhid olan bütün şəhidlərimizin istirahat ruhları haqqında sələvat edəyələr. Qazilərimiz, xəstələrimiz bir daha onları yad edək. Şəfa tapmalarına sələvat edəyələr. Cümə namazından çıxanda bir əskər balamız rast gəldi. Dedi, məzuniyyətdəyəm, hacı əskərlər üçün dua elə. Əskəri xidmətdə olan balalarımız, sərhəd bölgəsində olan balalarımız, əskər zabitlərimiz ki, bizim torpaqlarımızı, vətənimizin, torpaqlarımızın keşiyində dururlar. Onların da səhi salamat olmalarına, evlərinə dönmələrinə Muhammed Ali Muhammedə sələvat edəyələr. Səlli ələ
Rusiyadan, Türkiyədən, müxtəlif ölkələrdən zənglər gəlir ki, Əhya gecəsində qardaşlara deyin ki, bizlərə dua eləsinlər. Qəriblikdə olanların səhi salamat evlərinə qayıtmalarına Muhammed Ali Muhammedə sələvat edəylər. Sizlər yaxından, uzaqdan məscidə gəlmişsiniz, Əhya gecəsinə gəlmişsiniz, Qədir gecəsinə gəlmişsiniz. Əməllərimizin, ibadətlərimizin, itaatlərimizin, dualarımızın qəbulluğuna, hacətlərimizin qəbulluğuna, müşküllərimizin, çətinliklərimizin asan olmasına Muhammed Ali Muhammedə sələvat edəylər. Əhya gecəsinin namazını qılaq, sonra bir şey Allahlar edər inşallah. Ya Allah, uca səslə piş namazı qılacaq, sizlər də bizlərlə bərabər. Yəni, Fatihə surəsi, Əs-salah, 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 Əhya gecəsinin, Qədir gecəsinin namazını qılıram, 2 rükət qürbətən ilallah. Na'budu və iyyaka nesta'in, ihdinas sıratal mustaqim, sıratallezina an'amta aleyhim, gayril mağdubi aleyhim veladdallin. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad, Allahus samad, lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad, Allahus samad, lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad, Allahus samad, lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad, Allahus samad, lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad, Allahus samad, lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad, Allahus samad, lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad, Allahus samad, lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Allahu Ekber rükû. Sübhane Rabbiyal azimi ve bihamdih. Sübhanallah. Allahu Ekber secde. Sübhane Rabbiyal a'la ve bihamdih. Sübhanallah. Allahu Ekber. Bax, bu gecə, insan bu gecəni dərk eləyə bilər, bu gecəni anlaya bilər, başa düşə, Allahla öz arasında bir təmas qura bilər, məxsus bir gecədir. Biz Qur'anı açıb, Qur'ana baxmaqla, Qur'anı başımızın üzərinə qoymaqla, məqsədimiz budur ki, ilahi pərverdigara, bu kitab mübarək kitabdır, bu kitab müqəddəs kitabdır. Bu kitabı başımızın üzərində yeri vardır. Bismillahirrahmanirrahim. Belə eləyək, kimdə bu Qur'an varsa açır, hərflərinə baxır, bir yerdə bunları nə edirik? Duaları deyirik. Bismillahirrahmanirrahim. Allahümme inni es'eluke bi kitabike el-munzeli ve ma fihi ve fihi ismukel ekber ve esmaukel husna ve ma yukhafu ve yurca en tec'aleni min utgaike minen nar birahmetike ya erhamer rahimin.
Salavat Muhammed, Ali Muhammed cəmalına. İlahi, qapıya gəlmişik. Bu gecə Qur'an sənlə bizim aramızda bir vəsilədir. Bu gecə Mövla-i Mütləqiyan, bugünün şəhidi İmam Əli əleyhissalam bizlə sənin aranda bir vəsilədir. İlahi Pərverdigara, həqiqətən biz ancaq və ancaq yalnız və yalnız səndən istəyirik. Və səni an veririk bu nazil olan Qur'an kitabına. Bu Qur'an kitabının içindəkilərə və içində sənin ən böyük adlarına, ən gözəl adlarına qorxudan, ümid verən şeylər var ki, İlahi Pərverdigara, özün buyurmuşsan ki, Ramazan ayında cəhənnəmin qapıları bağlı olar. Bizə cəhənnəm odundan nicat verginən, bizi cəhənnəm odundan azan olunmuşlardan qərar verginən. Allahım, cənnətin qapıları açıq olur. Cənnətin qapılarını, behiştin qapılarını daim üzümüzə açginən. Şeytanın ayağı zəncirlənir, İlahi Pərverdigara, şeytanın vəsvəsəsindən bizləri uzaq eyləginən. Qur'an-ı Kərimi başımızın üzərinə qoyub İlahi Pərverdigara bu şəkildə dua edirik. Bismillahirrahmanirrahim. İnşallah hamı ürəkdən bir daha. Bismillahirrahmanirrahim. Allahümme bihaqqi hazel Kur'an ve bihaqqi men erseltehu bihi ve bihaqqi kulli müminin medahtehu fihi ve bihaqqika aleyhim fela ahada a'rafu bihaqqika minka birahmetike ya erhamer rahimin. Muhammed Ali Muhammed'e salavat ediyorlar. İlahi Pərverdigara, Qur'an nazil olan gecənin hörmətinə, Əhya gecəsinin hörmətinə, Qədir gecəsinin hörmətinə, bu ayın əzəmətinə, rəhmətinə, bərəkətinə, məğfirətinə, İlahi səni an veririk bu Qur'anın haqqına, an veririk o kəsin haqqına ki, bu Qur'anı ona göndərmişsən. An veririk hər mömin şəxsin haqqına ki, onları Qur'anda məhv etmişsən. An veririk sənin onların üzərindəki haqqına, sənin haqqına, səndən artıq agah olan bir kəs yoxdur, İlahi Pərverdigara. Özün buyurmuşsan ki, dua elə. Dua edənlərin dualarını qəbul edərəm. İlahi Pərverdigara, biz də dua üçün qapıya gəlmişik, evdə gəlmişik, məscidə gəlmişik, Qur'anı qarşılayırıq, Qur'anı başımızın üzərinə qoyuruq. Həzrət Əleyhisselamı təvəssül edirik. Allahım, sənin öz adıva an veririk, səndən istəyirik İlahi Pərverdigara, səni səsləyirik. Ümidimiz sənsən, pənahgahımız sənsən, səndən başqa ümidimiz yoxdur İlahi Pərverdigara. Bu gecədə edəcəyimiz ibadəti, itaati, duaları bizlərdən ali dərəcədə qəbul eylə. Amin. Bu Əhya gecəsini son Əhya gecəmiz qərar vermə. Amin. İlahi Pərverdigara, bizi Əhya gecəsini yaşayıb, yaşayan, başa düşən, dərk edən bəndələrdən qərar verginən. Allahım, sənin adını səsləyib, səni səsləyib deyirik. Bikə ya Allah, 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 bikə ya Allah. Ya Allah, ya Allah,
tut elimden, elim boştu dünyada tenhayım. Yüreğimdir sana hoşdur. Rahmeyle, affeyle, bilirəm qarğı üsyanım. Dünyada tenhayım, əməlimdən peşimanım. İnşallah ki, aləmlərə rəhmət olan sonuncu Peyğəmbərimizi təvəssül edirik. Allah'ım səni and veririk Peyğəmbər Rəsulü Xudanın haqqına. Ona xatir bizim əməllərimizi, ibadət, itaat, dualarımızı bizlərdən qəbul eylə yine. Adı gözəl, özü gözəl. Bi Muhammedin 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 Bi Muhammed. İnsan neylir ki cahanı sensiz, sen hak peygambersen şeksiz şüphesiz. Sana inanmayan gider imansız. Adı güzel, özü güzel Muhammed, ya Muhammed. Canım kurban olsun senin yoluna. Adı güzel, özü güzel Muhammed. Sen vaat eylirsen kemter kuluna. Adı güzel, özü güzel Muhammed. Canım kurban olsun senin yoluna. Adı güzel, özü güzel Muhammed. Şefaat eylirsen kemter kuluna. Adı güzel, özü güzel Muhammed. İnşallah ki Mevla-i Mütteqiyan Emir-el-Mu'minin Əleyhisselamı təvəssül edirik. İlahi Pərverdigarə Əleyhisselamın haqqına, Əleyhisselama xatir bizim ibadət, itaat, dualarımızı bizlərdən qəbul eylə. Dünyada Peyğəmbər Rəsulü Xudanın Əleyhisselamın ziyarətin, ahirətdə şəfaatlərin bizlərə nəsib eylə. Bi Aliyyin 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 Bi Ali. Yıkılıp razı üsler, razı niyaz üsler, Ali namaz üsler, boyandı kanım. Yıkılıp razı üsler, razı niyaz üsler, Ali namaz üsler, boyandı kanım. Yok yürekler tabi, tutum kan meravi, şialar erbabi, batımdır kanı. Ya Ali ya Mevla, ya Ali ya Mevla, Mevla ya Ali Heydar, ya Ali ya Mevla. İnşallah Hanım Fatıma-i Zəhra salamullahi aleyhə xatir İlahi Pərverdigara
müşkillərimizi, çətinliklərimizi, sıxıntılarımızı asan eylə. Ana bacılarımızı, qız gəlinlərimizi, xanımlarımızı, xanım Zəhraya, xanım Zeynəbə bağışla. Bi Fatimətə, 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 bi Fatimə. Am oğlun dilları qılman, am oğli dilları qılman, dağlama sana kurban sana. Sen ağlarsan mən dözəmirəm, sen ağlarsan mən dözəmirəm, ağlama sana kurban, ağlama sana. İmam Həsən Müştəbə aleyhissalamı təvəssül edirik, ilahi pərverdigara, səni and veririk. Həzrəti İmam Həsən aleyhissalamın haqqına bizim ibadət, itaat dualarımızı, bu əhya gecəmizi, qədir gecəmizi bizdən ali dərəcədə qəbul eylə. Bil Həsəni, 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 bil Həsən. İnne fil cenneti nehran min leban, inne fil cenneti nehran min leban, li Aliyin ve Hüseynin ve Hasan, li Aliyin ve Hüseynin ve Hasan. İnşallah şəhidlər sərvəri, Kərbəla şəhidi, Kərbəla da bizim üçün, bəşər üçün, insanlıq üçün, müsəlmanlar üçün, İslamın yaşanması üçün canından keçən, balalarından keçən, əzizlərindən keçən İmam Hüseyn əleyhissalamı, şəhidlər ağasını təvəssül edirik. Allah'a and veririk, izzətinə, cəlalına, böyülünə xatir, ilahi pərverdigara, Həzrəti İmam Hüseyn əleyhissalamın haqqına bizim ibadət, itaat dualarımızı bizdən qəbul eylə. Dünyada Hüseyn əleyhissalamın ziyarətin, qiyamətin günündə şəfaatin bizlərə nəsib eylə. Bil Hüseyni, 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 bil Hüseyn. Məzlum. Allah Allah, bu Hüseyin kimdi belə şahlıq edir? Allah Allah, bu Hüseyin kimdi belə şahlıq edir? Baxıb Allah sözünə aləmə sultanlıq edir. Aləmə sultan Əbi Abdillah, aləmə sultan Əbi Abdillah, can sənə qurban, can sənə qurban. Hüseyin kimdi ki gün çay dolanıp batmayacak?
haşreden dilde garan Ələmin yatmayacak Aleme sultan Abi Abdullah Aleme can sana kurban can sana kurban Allah'ım seni and verir İmam Zeynəbin Aleyhisselamın hakkına nəzərdə olan xəstələrimiz, mərizələrimiz, qazilərə onlara şifa-i təcil inayət eyləginən. Bi Ali ibn el-Hüseyin 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 Cismi de zalim Ali digiranin Tab-ı tevani Gözdeki nurim Ya Mevla hem de gururim Ali digirani Ali Ali Mevla Ali Ali Mevla Ali 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 Mevla İlahi Pərverdigara seni and verdik İmam Muhammed Baqir Aleyhisselamın hakkına. Bi Muhammed ibn Ali 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 Şah-ı vilayet Ali Dürani Mehr-u muhabbet Ali An sözü hikmet Ali Dürani Kâni keramet Ali Mevla 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 Ali Ali Mevla Ali Ali Mevla İlahi Pərverdigara seni and verdik Cafer ibn Muhammed'in hakkını İlahi Pərverdigara. Bi Cafer ibn Muhammed 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 Muhammad ya Muhammad ya Muhammad ya Muhammad Muhammad ya Muhammad Ta dayan sahibi hikmeti Muhammed Eyni la alif lam mim khatti Muhammed Muhammad ya Muhammad ya Muhammad
بموسى بن جعفر 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 Hak onu Mevlam buyurup ellere, ezber olup adı düşüp dillere. Dilde yorulmaz desen 100.000 kere. Ya Ali, Ya Ali, Ya Ali Mevla Ali, Ya Ali, Ya Ey adı her yerden nümayan Ali Can Ali, bir adam kudreti yazdan Ali Can Ali, adım ola adı ve kurban Ali Can Ali, Ya Ali, Ya Ali, Ya Ali Mevla Ali, Ya Ali, Ya Ali. بعلي بن موسى 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 Allah'ın aslanı, hakikat aslanı, Fatime'nin canı, Ali, 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 Ali. Yetimler panahi, mazlumların ahi, müminlerin şahi, Ali, 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 Ali. بمحمد بن علي 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 بمحمد بن علي. Mümin olanların çoktur cefası, ahirette olur zevk-ü sefası. 18.000 alemin Mustafa'sı, adı güzel, özü güzel Muhammed. Anım kurban olsun senin yoluna, adı güzel, özü şefaat eylirsen kemter kuluna, adı güzel, özü güzel Muhammed. Canım kurban olsun senin yoluna. Şefaat eylirsen kemter kuluna, adı güzel, özü güzel.
بعلي بن محمد 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 Alem yüzüne saldı ziya Ali Muhammed. Mümin ne bilir davna bilir Havli Muhammed. Seyfin ışığı geldi yine Ali Muhammed. De salli ala seyyidina Ali Muhammed. بالحسن بن علي 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 بالحسن بن علي. Ta nefesim var diyarım ya Ali, can sana kurban ederim. Alemi imkan menacar naz eder, ben de sana naz ederim. Ben de sana naz ederim ya Ali. Verseler eşkünde mene zehrecar, bal evezinde içerim, bal evezinde içerim. İnşallah İmam Zaman ağanı təvəssül edirik. Allah'a and verə izzətinə, cəlalına, böyülüyünə xatir, bu gecənin hörmətinə xatir. İlahi Pərverdigara, ağamız, sərvərimiz İmam Zaman ağanın zuhurunu təzil eylə. Hakkı, ədaletin nuru yer üzərində bərqərar eylə. Zalimi, zulümkarı, fitne, fesad, fisk-ü füzur törədəni məğfu nabud eylə. Bil-hücceti 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 بالحجة 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 بالحجة. Ey kalem sözlerinde eser yok, aşinadan bana bir haber yok. Geldi bu cümlede keçti Allah, Fatıma Yusuf'undan haber yok, Fatıma Yusuf'undan haber yok. Yandı pervaneler, şemi söndü, ayrılıktan yürek kana döndü, ayrılıktan yürek kana döndü. Ya İmam-ı Zaman gel aman di, ya İmam. Aşıkın gözleri yolda kaldı, aşıkın gözleri önce günlerle taze solsun, önce günlerle taze solsun.
kalbiler koymakan ile dolsun. Geldi bu cümlede gelmedin sen, gün sayım cümleye diğer olsun. Gün sayım cümleye diğer olsun. Ya İmam-ı Zaman gel aman. Şirin gözleri yolda kaldı. İmam Zaman Adıvan. Kim deyir ayrılık derde salmaz, aşıkın sabrını elden almaz. Kim deyir ayrılık derde salmaz, aşıkın sabrını elden almaz. Ey gözüm yollara bak darıkma, ey gözüm yollara bak darıkma. Günemişe bulut altta kalmaz, günemişe bulut altta kalmaz. Şeni de rütbede bir bedelsen, şeni de rütbede bir bedelsen. Ağa her güzelden ağa sen güzel, her güzelden ağa. Ya İmam-ı Zaman gel aman di, ya İmam-ı Zaman. Aşıkın gözleri yolda kaldı, aşıkın. Bismillahirrahmanirrahim. Allahümme kulli veliyken haccetimle azan, salavatuka aleyhi ve ala abai fi azihi sa'an ve fi kulli sa'an veliyan ve hafizan ve gaydan ve nasıran ve delilan ve aynan. حتى تسكنه أرضك سوا وتمتعه فيها طويلا برحمتك يا أرحم الراحمين. اللهم صل اللهم Allah salli ala. Estağfirullah Rabbi ve etûbü ileyh. Estağfirullah Rabbi ve etûbü ileyh. Estağfirullah Rabbi ve etûbü ileyh. Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. Elhamdülillah. 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 Subhanallah. 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 La ilahe illallah. La ilahe illallah. La ilahe illallah. Allah'ım səni andır izzəti və cəlalı və böyülübə xatir, bu ayın hörmətinə xatir, bu günün hörmətinə xatir, bu gecənin hörmətinə xatir etdiyimiz ibadət, itaat, duaları bizlərdən ali dərəcədə qəbul eylə.
bu əhya gecəsini, bu qədir gecəsini son qədir gecəmiz, son əhya gecəmiz qərar vermə. Allahım, səndən istəyimiz, arzumuz budur ki, ilahi pərverdigara, ağsaqqallarımız gəldilər gecənin bu vaxtında, bizlə ibadətdə, itaatdə, duada iştirak edədilər. Cəm ağsaqqallarımızın canlarını salamat eyləginən, bunları yerin, göyün bəlasından hifz eyləginən, ana bacılarımız, qız gəlinlərimiz, xanımlarımız dua elədilər. Onları xanım Zeynəbə, xanım Zəhraya bağışla. İltiması dua istəyənlərin də dualarını qəbul eylə. İlahi pərverdigara, bu cavanlarımız gecənin bu vaxtında ibadətə, itaatə, duaya, əhyaya, qədir gecəsinə gəliblər. Bunları yerin, göyün bəlasından hifz eyləginən. Hidayət olmayan cavanlarımızı hidayət eyləginən. Bu cavanların da nə hacəti var, dualarını qəbul eyləginən. İlahi pərverdigara, tifillərimizi tifil-i Əli-Əsqərə bağışla. İlahi pərverdigara, tövbə üçün qaffa gəlmişik, sən tövbələri qəbul edənsən, sən günahları bağışlayansan, sən əff edənsən, sən rəhm edənsən, bizim tövbələrimizi qəbul eylə. Günahlarımızın üstündən qələmi əff çəkinən, bağışlanmamış bizləri bu dünyadan o dünyaya aparma. İlahi pərverdigara, səndən istəyimiz, arzumuz budur ki, dünya və axirət xoşbəxtlik, saadətin bu cəmə nəsib eylə. Dünyada 14 məsum ziyarətin, Məşəd, Kərbəla, Həc ziyarətin bu cəmə nəsib eylə. Ahirətdə 14 məsumun şəfaətin bizlərə nəsib eylə. İlahi pərverdigara, cəhənnəmin odundan, ateşindən bizləri hifz eylə. Bizlərə cənnət, beyiş nəsib eylə. Şeytandan, şeytanın vəsvəsəsindən bizləri uzaq eyləginən. İlahi pərverdigara, iltiması dua istəyiblər. Qəriblər üçün, qəriblikdə olanlar üçün, onları səhi salamat evlərinə qaytarginən. Şəhidlərimizin məqamını uca elə, onları bugünün şəhidi Əli əleyhissalamla, Kərbəla şəhidlərinlə, İmam Hüseyin əleyhissalamla məşhur eyləginən. Şəhid yaxınlarına, doğmalarına səbr-i cəmil nəsib eylə. Qazilərimizə şifa-i təcil inayət eyləginən. Xəstələrimiz var, xüsusən nəzərdə olan xəstələr, bizdən iltiması dua istəyən xəstələr, cümlə xəstələrimizə ilahi pərverdigara şifa-i təcil inayət eyləginən. İşsizlərimizə iş nəsib eyləginən. Ruzisi olmayana bol-bol helal ruzi nəsib eylə. Ruzimizə bərəkət nəsib eylə. Borcu olanlarımız var, borc sıxıntısından bizə nicat verginən. Darda, çətinlikdə, sıxıntıda, əsirlikdə olanlarımıza nicat verginən. İlahi pərverdigara, evlənmə imkanı olmayan subaylarımıza evlilik nəsib eylə. Evlənənlərimizi xoşbəxt qərar verginən. Evlənib övladı olmayanlara övlad nəsib eylə. Ev eşiği olmayana ev eşiği sahibi eylə. İlahi pərverdigara, libası olmayanlara libas ətə eyləginən. Dünyadan gedənlərimizi qəriq rəhmət, vasili cənnət qərar verginən. İlahi pərverdigara, bu gün, bu gecə bağışlanma günüdür, bağışlanma gecəsidir, əf gecəsidir. Bağışlanmamış bu cəmi bu dünyadan o dünyaya aparma ginən. İlahi pərverdigara, o şəxslər ki, bizlərdən, bu cəmaatdan, bu əhyaya gələnlərdən, möminlərdən, möminələrdən iltiması dua istəyiblər. İltiması dua istəyənlərin də dualarını qəbul eylə. İlahi, bu Ramazanı son Ramazanımız qərar vermə. İlahi, dünya və axirət bizi Qur'andan, Əhl-i Beytdən ayrı salma. Qur'anın, Əhl-i Beytin düşmənlərin məhfi nabud eylə. Allahım, ölkəmizi, məmləkətimizi, xalqımızı, vətənimizi, millətimizi, dövlətimizi qoru ginən. İlahi pərverdigara, üç rəngli bayrağımızı bayraqlar içərisində uca ilə ginən. İlahi pərverdigara, evlərimizə, ailələrimizə, məmləkətimizə, dünyamıza, bəşəriyyətə sülh, əmin-amanlıq, mehribanlıq, bol-bol helal ruzi nəsib eylə. İlahi pərverdigara, o yerlərdə ki, müharibələr var, insanlar öldürülür, şəhərlər dağılır. İlahi pərverdigara, sülhü, əmin-amanlığı yer üzərində bərqərar eylə ginən. Zalimi, zülümkarı, fitnə, fəsad, fisq-i füzur törədəni məhfu nabud eylə ginən. Ağamız, sərvərimiz İmam Zaman ağanın zuhurun təcil eylə ginən. İlahi pərverdigara, ehsanat edənlərin, ehsanların qəbul eylə ginən. Bizləri də ehsan edənlərdən qərar verginən. Dünyasını dəyişən valideynlərimizi qəriq rəhmət, vasili cənnət qərar verginən. İlahi pərverdigara, ömrümüzə,
dinimizə, mənəviyyatımıza, həyatımıza bərəkət nəsib eyləginən. İlahi Pərverdigara, ağamız, sərvərimiz, İmam Zaman ağanın zuhurun təzil eylə. Bütün bu dualarımızın qəbulluğuna Muhammed, Ali Muhammed zamanına 3 dəfə ucalı sələvat hədiyələ. Səlli əla Muhammed, Ali Muhammed, Allahümme salli ala Muhammed ve Ali Muhammed, Allahümme salli ala Muhammed ve Ali Muhammed.